ili xatırlamağa çalışacağım. 2007 idi ya 8-ci ildə xarici bir jurnalistə demişdi ki, biz özümüz, yəni özümüz deyərkən Azərbaycan hakimiyyətini nəzərdə demokratiya tam hazırıq. Amma Azərbaycan xalqı hazır deyil. Biz qorxuruq onlara demokratiya. Yəni bunlar barbar deməmişdi, amma bütün müsahibənin mahiyyətindən belə görünür. Bu saqqallılar gələr hakimiyyətə demişdi falan, belə şeylər demişdi. O məncə sonradan olmuşdu dindarlar. Çünki dindarların oğul məsələsi. Ola bilər. Mənim yadımda niyə qalmışdı? Çünki ondan bir az sonra, bir neçə ay sonra bəlli oldu ki, İlhamın oğlu da saqqal saxlayır. Bəli. Yəni bu rejimin İlham Əliyevin onun siyasətin kim müəyyən eləyirsə, bunların bütün dünyanın sivil hissəsinə, mədəni dünyaya aşkar, gizli dediyi, ötürdüyü mesaj daim bu olur ki, vallahi biz özümüz elə biz də sizin kimi demokratik mədəni dəyərlərə hörmət edən insanlar. Amma niyə bu cəmaatımız barbardır, vəhşidir, qabadır, demokratiya hazır deyil. Biz bunlara demokratiya versək, basıb yeyərlər. Bizi də basıb yeyərlər, dünyanı da. Mən təəssüf edirəm ki, Qənimət bəy, bu zərərli, heç bir elmi əsası olmayan fikri İlham Əliyev bəzi müxalifətçilərə və yaxud da özü müxalif sayanlara, rejimə qarşı olan insanlara da aşılayıb ki, niyə? Yəni bir tərəfdən baxsam, bu xalq nə buna layiqdir. Xalqımız hazır deyil, xalqımız mədəni səviyyəsi aşağıdır, siyasi səviyyəsi aşağıdır. Ona olan zülm hələ azdır. Elə bu belə də yaşamalıdır. Mən bunu xüsusən üzərində durmaq istəyirəm. Qənimət bəy, mən axır vaxtlar bəzi TikTok yayımları eləyirəm və orada tanımadığım daha çox sadə insanlarla məşğul olam və həmişə bu şeyi təkrar eşidirəm. Mənə də ürəkləri yandıqlarından tövsiyə eləyirlər ki, qardaş, oturubsan xaricdə, həyatı yaşa, bu xalq üçün dəyməz, niyə özü belə əziyyətə salırsan? Əli bəy orada, Əli bəy orada ömrü çürüyür, Tofiq Yaqubunun başına gəlməyən işgəncələr, neçə siyasi məhbuslar, bu xalq qədrizi, qiymətizi bilmir, bu xalq demokratiya hazır deyil, buna layiqdir. Mən qətiyyətlə bunu rədd edirəm. Bəli, Azərbaycan xalqının siyasi səbatı ilə bağlı tənqidi fikirlər demək olar. Amma qətiyyən o yolu seçmək olmaz ki, xalqın səviyyəsi aşağıdır, mədəni göstəriciləri aşağıdır, ona görə o əzilməlidir, məhv olmalıdır, ən pis idarə etməyə məhkum olmalıdır. Bu tamamilə problemi tərs oxumadır. Xalq ona görə hətta sizin dediyiniz kimi vəziyyətdədirsə, bunun baiskarı hakimiyyət. Bu xalqın təhsil sistemi məhv edilib. İndi biz təhsil sisteminin pisliyi, keyfiyyətsizliyi ilə bağlı danışanda hansısa müəllimlərin saxtakarlığına toxunuruq, rüşvət fəallarına toxunuruq. Amma hətta onlar olmasa belə, dəyərli dostlar, mənim azdan çoxdan biraz pedaqoji təcrübəm olduğuna görə və dərsliklərə baxdığıma görə görürəm ki, orada hətta nə yaxşı ki, Azərbaycan şagirdlərinin, valideynlərinin çoxu rəsmi dövlət proqramı ilə balalarını yetişdirmir. O proqramlar sadiq bir nökər hazırlamağa hesablanıb. O dərsliklərin metodikası, orada şagirdlərə təqdim olunan dünya görüşü köləliyə, nökərliyə hesablanıb. Biz Qənimət bəylə keçən dəfə xatırlatdıq, təsadüfi deyirdi ki, hətta bunlar nəyə qədər gediblər? Bu Babəkin o ana dilindən çıxan bir ifadə var idi. Bir gün azad yaşamaq 40 il qul yaşamaqdan yaxşıdır. Onu ənribadı hala salıblar. Məsələn, mənim yadımdadır bir 10 il, 15 il, 20 il bundan əvvəl hətta Sovet İttifaqının rəva bildiyi azadlıqla bağlı, nə bilim, haqq ədalətlə bağlı şeyləri dərsliklərdən çıxardıblar. O bir sahələr də həmin gündədir. Yəni, xalqın təhsil sistemini sıradan çıxardıbsan, məhkəmə sistemi sıradan çıxıb, səhiyyə sistemi Allahın ümidinə, türkə çarələrin ümidinə qalıb Azərbaycan xalqı. Bütün günü Facebookda, internetdə baxıram, baş ağrısı ilə bağlı heç kim adam başından şikayət edir. Heç kim demir ki, nə bilim, get ki, falan yerdə həkim var, mütəxəssis var, laboratoriya var. Biri deyir, nə bilim, kəkli otu iç, biri deyir, nə bilim, zəfəran, biri deyir, nə bilim, hansı ağacın kötüyün qaz, nə bilim, nə ilə, zəncəfillə qarışdırıc, xərçəngün xəstəliyinə düzələcək, bel ağrın düzələcək. Bunlar hamısı ondan irəli gəlir ki, Qənimət bəy. Rəsmi o səhiyyə sistemi etimadını itirib. İnsanlar qayıdıb dala.
200 il dala ki, mənim heyvə yarpağı ilə tutaq ki, mədəmdəki hansısa bir ciddi problemi, xronoloji problemi həll eləyəcəm filan. Mən xalq təbabətini gözdən salmaq istəmirəm. Onun da bir rolu var. Amma əgər o effektiv, səmərəli, kütləvi təsirə malik olsaydı, bu dövlətlər ki var, bunların başı xarab olmayıb Avropa dövlətləri ki, milyardlar xərcləyirlər ki, təzə dərmanlar, səhiyyə sistemləri yaransın. Azərbaycan xalqı bir, etimadını itirib, dərman alır, dərman zəhər çıxır. İki, tibbi bu rəsmi tibbi xidmətlər, protokollar adamlara qanı bahasına baha gəlir, baha başa gəlir. İnsanların fiziki olaraq, faktiki olaraq o reseptlərin öhdəsindən gəlmə imkanları yoxdur. Ona görə cəmaət başını tutub Türkəsarı yolundan özünü sağlasın. Və başqa harda formalaşır insan? Sosial mühitdə. Teatrla, tamaşa ilə, kütləvi tədbirlərlə, danışmaqla. Bütün bu sahələrin hamısı da alınıb senzura, çəpər altına. Bu halda insan necə yetişə bilər? İnsan axı digər varlıqlardan fərqli olaraq sosial bir vahiddir. Yəni bir nar ağacından nar əmələ gəlirsə, bir insan oğlu adam balası kimi doğula bilər, sonra canavara çevrilə bilər. Yaşadığı mühitdən, aldığı tərbiyədən, ətrafından. Bütün bu insanı normal insan, normal sözünü işlətməyə çalışmayayım. Yəni insan kimi yetişməyimiz üçün bütün lazımı sosial institutları Azərbaycan hakimiyyəti məhv eləyib, bizi salıb zəlil günə və biz də hesablaşaq ki, xalqımız bu haldadsa elə haqq olur. Biz sual qoymalıyıq. Xalqın düşünən hissəsi, özünə ziyalı deyən, müxalifətçi deyən, sabahı düşünən insanlar fikirləşməli ki, bu xalqa nə oldu? Axı bu xalq dövləti olmayanda, faktiki imperiyanın əsarətində olduğu halda da ola-ola öz dəyərlərin, vacib dəyərlərin qoruya bilmişdi, özün xilas eləyə bilmişdi, inkişafa nail ola bilmişdi. Bu nətər oldu ki, bu milli müstəqillik dövründə xalq oldu, bir hissəsi də çox böyük hissəsi dələduza döndü, oğruya döndü, narkomana döndü, yalançıya döndü, yaltağa döndü. Bu belə şey olmamalı. Burada nəsə tərs gedir. Mənim üçün tərs heç bir şey yoxdur. Bu azğın, intellektdən və vicdandan məhrum insanların dövlət aparatını ələ keçirməsidir.